Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Azərbaycan milli mətbəxindən gürzə hazırladım. Gürzəni hazırlamaq üçün əvvəlcə xəmir yoğururam. Xəmiri hazırlamaq üçün 2 stəkan un, 1 ədəd yumurta, 1 çimdik duz, apardığı qədər su əlavə edib xəmir hazırlayıram. Hazırladığım xəmiri bir kənara qoyuram ki, dincəlsin. Sonra isə gürzənin içliyini hazırlayıram. İçlik üçün 200 qram yağlı mal ətindən istifadə etdim. Zövqə görə qoyun əti ilə də əvəz etmək olar. Hazırladığım qiyməyə zövqə görə duz, istiot əlavə edib yaxşı qarışdırıram və bir kənara qoyuram. Xəmiri 2 hissəyə bölüb kündələyirəm. Kündələri bir-bir unlayaraq yuxa şəklində yayıram. Çox da nazik olmayan yaydığım yuxaları stəkanın ağzı ilə dairə şəklində kəsirəm. Mən kiçik ölçüdə xoşladığım üçün dairəni kəsərkən armudu stəkandan istifadə etdim. Zövqə görə istənilən ölçüdə kəsmək olar. Dairələri kəsəndən sonra arasındakı xəmiri toplayıb kənara qoyuram. Hər dairənin üzərinə bir dolu çay qaşığı qiymə qoyub uzunsov şəkildə bükürəm. Bütün gürzələri bir-bir səliqə ilə bu formada büküb hazırlayıram. Qaynayan suya zövqə görə biraz duz, biraz da duru yağ əlavə edirəm. Suyu yaxşı qarışdırıb hazırladığım gürzələri bir-bir suyun içinə əlavə edirəm. Gürzələri qaynar suya əlavə etdikcə qarışdırıram ki, qazanın dibinə yapışmasın. Gürzələrin hamısını qazana əlavə edəndən sonra 2-3 dəqiqə qazanın ağzını qapaqla örtürəm. Hazırladığım gürzələr eyni ölçüdə bu cür səliqəli alınıb. Bişib hazır olan gürzələr qaynayan suyun üzünə çıxır. Artıq gürzələrimiz hazırdır. Hazırladığım gürzələrin suyunu süzərək bir nimçəyə yığıb servis edirəm. Servis edərkən gürzələrin üzərinə kərə yağı əlavə edirəm. Mən bu cür xoşladığım üçün yağı əritmədən əlavə etdim. Zövqə görə ərinmiş yağdan istifadə etmək olar. Servis edərkən gürzənin yanında mütləq sarımsaqlı qatıq qoyulmalıdır. Gürzəni servis edərkən qatığı gürzənin üzərinə əlavə etmirəm. Ona görə ki, zövqə görə üzərinə əlavə etmək də olar və yaxud da tək-tək qatığa batırıb yemək də olar. Bu da mənim Azərbaycan milli mətbəxindən hazırladığım gürzə. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Kanala abunə olmağı, bəyənib fikir yazmağı unutmayın. Abunə olun ki, növbəti videolarımdan xəbərdar olasınız. Hələlik.